Salavat necə deyilməlidir və Peyğəmbər salavatullah belə demək olarmı? Neçə forması var? O ki qaldı Peyğəmbər s.ə.və salavata, Peyğəmbər s.ə.vədən səhabələr soruşub, ya Rasulullah sənə salavat deyəndə necə deyək və Peyğəmbər s.ə.v onlara öyrədib və müxtəlif ləfslərlə öyrədib. Gəlib ki, deyib, deyin Allahumma salli alə Muhammedin və alə ali Muhammed kəmə salleytə alə İbrahimə və alə ali İbrahim innəkə həmidun məcid. Həmçinin öyrədib ki, Allahumma salli alə Muhammed və alə alihi və azvacihi. Həmçinin digər salavat formaları, hansı ki, Peyğəmbər s.ə.v səhi hədislərdə vurğulayıb onu. Amma salavatullah bu formada Peyğəmbər s.ə.vədən sabit hədis gəlməyib ki, Peyğəmbər s.ə.v adı çəkiləndə deyilsin ki, salavatullah. Yəni, bu sadəcə tənbəllikdən qısaltmaq üçün işlədilən ləfslərdir. Ona görə hədis alimləri hətta hədis yazanda şiddətli yanaşırdılar bu məsələyə, salavat məsələsinə. Məsələn, yazanda hərflərlə qısaldılmış formada yazmağı qadağan edirdilər. Məsələn, necə bəzilər yazır, yazır Muhammed, sonra yazır S-A-S. Bunu qadağan edirdilər nöqtə ilə, məsələn, S-A-S. Bunları qadağan edirdilər. Yaz, tələffüz et, sallallahu aleyhi və səlləm. Və ya yazırsansa tam yaz. Ona görə İmam Suyuti Tədrib və Ravidə öz kitabında gətirir ki, ilk dəfə Peyğəmbər s.ə.v-in adına salavat çəkməyi qısaldıb, yəni S.A yazanın əlini kəsib xəlifələrdən biri. Ona görə də salavatullah, yəni bu tənbəllərin işidir. Peyğəmbər s.ə.və salavatı deməyə tənbəllik etməməlisən, paxıllıq etməməlisən, tam